Oğuz mənəm, bunu bilin, düşməniyəm bəd əməlin, dərd sərindən yurdum, elin, yazacağam qalaq. Mən Məmməd Oruç Hüseynoğlu, ədəbi təxəllüsüm Oruç Oğuzmən 1953-cü ildə Borçalı mahalının dağ rayonu olan Başkeçit indiki Dimanis rayonunun Aşağı Uzman kəndində Qaracalar tayfasından olan Hüseyin Qasımoğlu'nun ailəsində həyata göz açmışam. 1970-ci ildə Bakı şəhərinə gəlmişəm və ali məktəbə daxil olmuşam. Azərbaycan Politexnik İnstitutunun Mexanika Fakültəsinin daxiliyyə mühərrik ixtisası üzrə tələbəsi olmuşam. Orta məktəb haqqında deyə bilərəm. Möhtərəm, Allah rəhmət eyləsin, məktəb direktorumuz Cəlal Musayevi bəlkə də sizdə tanımayan insan olmamışdı. Çox güclü mütəxəssis idi. Onun qayğısı bizim üstümüzdə, onun əməyi, zəhməti bizim üstümüzdə çox olur. Körpə vaxtından atamın xırda-xırda zümzümə elədiyi aşıq havaları, danışdığı dastanlar, danışdığı nağıllar mənim beynimə həkk olmuşdu. Mənim atam Qaracalar tayfasından olan Məmməd kişi, o gəlib bizim kəndə, gəlib orada yurt salır. Onun oğlu, 4 oğlu olur, 4-ündən biri Qasımdır, Qasımın oğlu da mənim atam kiçiyi olubdur. O adam savadsız idi, məktəbə getməyib heç o vaxt. Ancaq o qədər o adam həyatdan o qədər dərs götürüb ki, bəlkə də ali savadların çoxuna dərs deyə bilərdi. Belə bir insan olubdu mənim atam. İnandırım siz, mən uşaqlıqda yadıma düşür, iki qonşular, nə bilim, iki eltilər və yaxud iki qardaş olur da ailədir, dalaşırdılar, dava sardılar bir-birinə. Atamı onları barışdırmağa apardılar. Atam orada elə müdürlük söz deyirdi, da onun sözündən çıxa bilmirdi. Dedi, oğul bala, səndən bir xahişim var. Dedim, ailələ buyur, biz lələ deyirdik atamız. Dedi, mən ömrüm boyu muzdur olmuşam. Mən işləmişəm, mənim əməyimi yiyiblər. Oxu, ali təhsil al. Bu bir xahişimdir. Ancaq ikinci xahişim də var. Mən çox xahiş edirəm. Gələcəkdə yəqin çox yandan sonra bir vəzifə tutacaqsan. Əliyin altında işləyənləri incitmə. Onların əməyini yemə. Onları yedirt. Allah Teala sənin yeməyin ruzunu öz-özünə çatdıracaq. Atam haqqında da bir şey yazmışam, onu da istəyirəm deyəm. Qəm üstündə köklənibdir. Sazda tellər, söyünlələr. Qara çayda su bulanıb, coşmuş sellər, söyünlələr. Diş göynədən bulağında, nazik qılınc yaylağında, qalıb sənin sorağında, açan güllər, söyünlələr. Dağlar sənsiz tarak-tarak, güllü yaylaq sənə möhtac, boş qalmayır qara arxaç. Gəlir ellər, söyünlələr. Yağış yumaz izlərini, saxlayırıq közlərini, unutmayıb sözlərini deyir dillər, söyünlələr. Oruç tapmır sirdaşını, sənin kimi yoldaşını, sığallayır baş daşını, əsən yerlər, söyünlələr. Doğrudur. Atam savadsız idi. Ancaq aşıqların ağzından eşitdiyi dastanları, nağılları, şeirləri əzbər bilərdi. Bəlkə də mənim bugün azdan çoxdan yaza bildiyim şeirlərin, hekayələrin və ya başqa əsərlərimin həmən atamın
o hərəkətlərin böyük təsiri olurdu. Bəlkə də onun təsiri olurdu. Mən Nizamini, Füzulini, Səməd Vurğunu, Məhməd Arazı tanıdığıma görə özümü şair adlandırmaq istəmirəm. Atamın əzab çəkir. Çöllərdə, çəndə, dumanda, dağlarda, çöllərdə çəkdiyi zülmlər mənim gözümün önündə olduğu üçün mən də gecə gündüz çalışıb oxumuşam, çalışmışam ki, həyatda bir mövqe tuta bilim. Dünya mərdlər dünyasıdır, ərənləri mi yaşasın? Dünya mərdlər dünyasıdır, ərənləri mi yaşasın? Sinəsini tufanlara, gələnləri mi yaşasın? Sinəsini tufanlara, gələnləri mi yaşasın? Yadıma düşür körpəliklərdə əmmi oğulları, dayılarım, əmilərim, mamalarım, xalalarım məni həmişə çiyinlərində gəzdiriblər. Neçə dəfə o da yanında körpə ikən məni at belində, at qucaqlarına götürüb Hacı Xəlil ocağına, Hacı Əfəndiyə ziyarətgahlara aparıblar. Kədərlərim yenə dediyim kimi yalnız parça olan ellərim, babalarım olur. Bir də ən böyük kədərim olur ki, niyə atam tez qocaldı. Atam doğurdu, cavan öldü, 69, ancaq ona baxanda, indi bəzən kəndimizdən, elimizdən, obamızdan deyəndə ki, atam 69 yaşında, inanmırlar heç kəs. Deyirəm, ola bilməz, sənin atan bəlkə də 90 yaşı var idi. Nə yaman tələsdim, köçdüm dünyadan. Elə bil həyatdan doydum ay atam. Şirin arzuları kövrə ürəkdə yerinə yetməmiş qoydum ay atam. Qırmızı bulaq da, nazik gülüş da, atasız olduğu indi bilinir. Sənin o gəzdiyin yaşıl yamaçda yadigar izlərim artıq silinir. Neçə övladları ata eylədim. Ancaq sən onları atasız qoydun. Bu qara torpağın övladı oldum, neçə nəvələri babasız qoydum. Torpağın altında uyusan da sən, torpağın üstündə adım qalıbdı. Körpə nəvələrim bu ətr hər an, onların dilində adım qalıbdı. Atam bana həmişə deyərdi ki, ay olsana bir saz alacağım. Körpəlikdən mən taxtanın üstünə simlər çəkib saz çalırdım, güya. Ala bilmədim. Layla deyim yatasan, Qızıl gülə batasan, Qızıl gülün içində körpə şirin yuxu yatasan. Lay lay balam, lay lay. Anamı da çox istəmişəm. Bu gün də yenə deyirəm, rəhmətə gedib. Onun zəhmi həmişə mənim başımın üstündədir. Dastanlar bağlansa da bunu bil ana.
şairlərin şeiri, sözü səndədir. Laləzər bağçası olsa da cahan, cənnəti məkanın özü səndədir. Zirvəsində sənsən uca dağın, əridər şaxtanı isti qucağın. Yer üzündə yanan bütün ocağın, parlayan günəşi közü səndədir. Oruç addım atır sənin izinlə, dil açıb danışır sənin sözünlə, o baxır dünyaya sənin gözünlə. Günəşdən nur alan gözü səndədir. Anamın atası bizim regionda, bizim rayonda, harada varlı adamlardan biri olur. 31-ci ildə onu Sovet hökuməti kulaq kimi tutub, bütün varını, dövlətini, malını, qoyun hamısını əlindən alıb, özündə daş kəndə sürgün edilib. Anam yetimlikdən böyüyüb. O da atam kimi bir müdür adam idi. Öz əməyi ilə atamla beraber çalışıb, 7 baş külfəti böyüdüblər. Heç kəsə əl açmıblar, heç kəsə ağız açmıblar. Ancaq anamın da niskilli, gizlimlə ömründə onun qara paltardan çıxdığını mən görmədim. Ağlaya-ağlaya atasını mı, qardaşları müharibədə qalıb, onları ağlaya-ağlaya bizi böyüdübdür. Anam da həmən tərbiyəni verib bizə ki, heç kəsə ac da olsanız əl açmayın. Ac da olsanız uğurluq eləməyin. Əlcə olsanız yad bağına, bostanına göz çəkməyin. Xoşum gəlmir dənizlərdən, axan çaya qəbir olur. Dağ dərəyə lərzə salan, coşqun seylə o səbr olur. Nəhəkdir o, qüvvət ona neçə çaydan gəlir. Gündüz günəş layla çalır, gecə nuru aydan gəlir. Böyümək yox öz canı ilə, azğın selə olub kəniz. Bulaq çeşmə olmasaydı, məhv olardı nəhəng dəniz. Çeşmələrin ləzzətini şirin suyu şor eyləyir. İncə damlalara ağuşunu kör eyləyir. Çalxalayıb öz-özünü budayır sahil bəndini. Nələr varsa gecə gündüz çəkir, salır kəməndinə. Kükürəsə də dalğaları sahilini aşa bilmir. Böyüklüyün bir aləmdir, kiçik çay da aşa bilmir. Ona görə xoşum gəlmir. Gücülləri yox edir o, coşqun çaydan qanlar sorub, öz qarnını tox edir o. Mənim hal-hazırda 3 övladım var, 3 oğlum var. Qızım yoxdur. Mən deyərdim, bunu da qoy hamı bilsin ki, qızı olmayan valideyn mən xoşbəxt sayılır. Həqiqi xoşbəxt sayılır. Oğullarım təhsil aldılar.
orta məktəbi qutarlar. Ancaq bir dənə ən böyük mənim narazılığım onlardan oldu Rus məktəbində. O da məcbur idi, Sovet dövləti idi, Sovet hökuməti idi. Bir günahı da valideyndədir onun. Günahı da valideynlədir, günahı da özümdə görürəm. Rus təhsil alırlar, hal-hazırda onların düşüncələri, düşüncə tərzləri tamamilə başqadır. Mənimki tamamilə başqadır. 8 nəvəm var. 4 qız nəvəmdir, 4 oğul nəvəm. Qızım yoxdur. Ancaq gəlinlərimi özümə ən əziz bala, ən əziz qızım kimi sayıram. Bu haqda da bir şey yazmışam. Sizədir ümidim ay bacılarım, öləndə ağlayan qıza həsrətəm. Çiynində aparan oğullarım var, sinəsini dağlayan qıza həsrətəm. Şeirlərimin çoxu yanımda qalmır. Bir də axırıncı bəndində özümə təsəlli verirəm. Gəlinlərim əvəz etsə qızımı, onda çəkər oğullarım nazımı. Çalaram həmişə telli sazımı. Demərəm çağlayan qıza həsrətəm. Mən arzu eləyərdim hər bir valideynə gözəl övladlarla beraber gözəl gəlinlər də qismət eləsin. Mən bugün gəlinlərimdən narazı deyiləm. Onları mən öz balam kimi, öz qızım kimi qəbul eləmişəm və öz qızım, öz balam kimi də sevirəm. Saxadan Qafqaza yollar görünür. Uraldan, Sibirdən, Altaydan keçir. Qılıncı qaldıran qollar görünür. Döyüş səfərimiz o taydan keçir. Adları müxtəlif olsa da inan, damarında axan türkün qanıdır. Vətənimiz birdir. Böyük Türkistan, Turanın hər eli onun canıdır. Böyük Anadolu, Türkün dayağı, bütün türklüyümün gözü səndədir. Ey Turan elinin isti qucağı, babam Ulu Türkün sözü səndədir. Canı bir, qanı bir Türk qardaşlarım, babalar izindən keçməliyik biz. Kökü bir qayadan qopan daşlarım, qisas badəsini içməliyik biz. Törəməniz türkmən, Azər, Tatardır. Adı gün, Özbəkdir, biri də Qazax. Qırğızın, Uyğurun, Kalmıkın vardı. Qaqavuz, Başqırdın düşməyib uzaq. Müxtəlif adlılar, göstərsək hünər, babamız qalayan ocaqlar yanar. Kösöv üstə olmasa sönər, söykənsə daha da güralovlanar. Səlcuq babam, Oğuz babam, Türk babam, Məğribdən məşriqə iziniz qalıb. Mənim Qıpçaq babam, mənim Qum babam, dağınız, dərəniz, düzünüz qalıb. Bayaqlar dedim, 4 qız nəvəm var, 4 oğul nəvəm var. Mən onlara arzu edirəm ki, ən böyük arzum budur, mənim üçün həyatda eləmədiyim yarımçıq işlərini davam elətdirsinlər. Bu ən böyük arzumdur. Və o Türk, əsl Türk balası kimi böyüsünlər. Parçalanan ellərimizi, parçalanan diyarlarımızı, parçalanan torpaqlarımızın, necə ki Qarabağımızı şəhidlərimizin hesabına, dövlətimizin hesabına
mərd oğulların hesabına, qazilərimizin hesabına qaytara bildik, oytan torpaqların qaytarılmasında öz əməklərini əsirgəməsinlər. Və həyatda necə ki, mənə atam vaxtilə demişdi, bunu demişəm ki, oğul bala, yəqin çox xəcəksən, ali təhsil alsan, bir yerdə rəhbər işləyəcəksən. Mən bir dənə xahiş edirəm səndən. Heç bir vaxt haram tikə dalınca qaçma. Çalış zəhmətinlə, halallıqla qazanın balalarını böyüdülər. Və balalarıma, nəvələrimə də bu halallıq olsun. Görün, nə günə qalmışam. Əzilmişəm, zay olmuşam. Alçaqlara ürcah olub, yaramaza tay olmuşam. Məclislərin mənşəni idim. İşıq saçan günəşi idim. Parçalansam sönəsi idim. Parçalanmış ay olmuşam. Vətənimdən aralıyam, ürəyimdən yaralıyam. Heç bilmirəm haralıyam. Qürbət eldə say olmuşam. Təmiz saxladım zatımı, unutmadım türk adımı. Tez qırdılar qanadımı, düşmənimə pay olmuşam. Ruhum dolanır altayda, həsrətlilərim o tayda. Bölündüm mən tükmən çayda. Ah, o tay, bu tay olmuşam. Orucam, qılınc bağlaram. Düşmənin bağrın dağlaram. Yayda coşaram, çağlaram. Anadan mən yay olmuşam. Ulularımızın evim, elim deyib odocaq qaladığı yerdir. Bu evi, eli, sonra da məmləkəti qorumaq üçün uğrunda qan tökdüyü müqəddəs məkandır, yurt yeri. Laylası, alqışı ilə böyüdüyümüz ana məhəbbəti, ata, qardaş təəssübkeşliyidir. Pəncərəsindən dünyaya boylandığımız müqəddəs bir dünyadır, yurt yeri. Hal-hazırda ən çox nikbir edən, ən çox gələcəyə açıq gözlə baxan
bu gün Qarabağımızın azad olmağıdır. Və bu arzularla, bu diləklərlə, bütün şeirlərimdə də həkk elədiyim yazılarımda da Qarabağla bərabər itirilmiş, əsrlər boyu itirilmiş torpaqlarımızın miskili olubdur. Rəhmətli atam da oturardı, danışardı. O yüzden danışardı, İrəvandan danışardı, Ağbabadan danışardı, Dərərəyəzdən danışardı. Bizim tayfanın, Qaracalar tayfasının bir kəndi olubdu İrəvan yaxınlığında, İçməzlidən yaxında orada deyilənə görə ermənilər adını dəyişib Artaşetkovlar, Qaracalar kəndi. Bir kənd, iki kənd Gürcüstanda olubdu, Qarayazda, biri də Laqodix rayonunda. 8 kənd Türkiyədədir. Ürəyin istəyib axtarsan məni, yaşıl yamaçlarda, yaylaqdan soruş. O sıx meşələrdə taparsan məni, əl atıb tutduğum budaqdan soruş. Doğuldum, böyüdüm mən Orzumanda, gəzdim meşələrdə, gəzdim ormanda, uzaqlara baxıb olma cümanda. Yaxından, kənardan, qıraqdan soruş. Əli dağdan, aralıqdan keçəndə, keyf çəkməyə, gözəl güşə seçəndə, əyilib buz kimi sudan içəndə, dupduru çeşmədən, qulaqdan soruş. Özgələr olmadım, özümdəyəm mən. Əyri yol getmədim, izimdəyəm mən. Dediyim şeirimdə, sözümdəyəm mən. Kitabım varaqla, varaqdan sonra. Orucam. Gördün ki, yaylaqda yoxam. O dişlər göynədən, bulaqda yoxam. Ağaçda, yarpaqda, budaqda yoxam. Onda çox axtarma. Torpaqdan sonra. Elə oldu ki, məzuniyyət götürdüm, atamın vaxtı ilə gəzdiyi yaylaqlarda gəzmək üçün. Demək, hər daşın üstündə oturduqca atam yadıma düşürdü ki, ata, yəqin sən də bu daşın üstündə oturmuşsun. Uzanırdı birdən göl, çəbənliyə deyirdim, ata, yəqin sən də burada uzanmışsan. Əyilirdim bulaqlardan su içməyə, deyirdim, ata, yəqin sən də bu bulaqdan su içmirsən. Və nəvələrimə də arzu edirəm, balalarıma da arzu edirəm. O babalarının, dədələrinin keçdiyi cığırları unutmasınlar, keçdiyi izləri unutmasınlar, o izləri davam elətdirsinlər. Həmişə geçsinlər, itirməsinlər orada. Çünki orada mənim atamın qoxusu qalır, anamın qoxusu qalır, əcdadlarımızın qoxusu qalır. Mən, inanın, mən bunu səmimi inanım, bu günlər şeylərin çoxunda da var. Görəsən Göyçəni, görəsən Loru Pəmbəyi, İrəvanı, Ağbabanı tamam bitirmiş. Yoxsa vaxt gələcəkmi? Yəni o torpaqlardan həmən oradan didərgin düşənlərin və nəticələr gedib o torpaqları şirinləndirəcəklərmi? Mən bunu arzu edirəm. Və nəvələrimə də, balalarıma da onu arzu edirəm ki, gələcəkdə bu sahə üzrə mübarizə aparsınlar.
Dünya üzrə mübarizə aparsınlar. Ağılla, şüurla, düşüncüylə. Məndən bəzən xəbər alırlar ki, bağışlayın, sizin neçə yaşınız var? Mən deyirəm, atamdan 4 yaş böyüyüm. Başa düşmədikdir, necə? Bəziləri başa düşür, bəziləri yox. Yəni, atam 69 yaşında həyatdan keçdi. Mən bu 73-ü tamamlamaq üzrəyəm. Çox şükür Xudavənd aləmə ki, bana ömür verdi, bana möhlət verdi. Bu ürəyimdə olanları həyata keçirə bildim. İndi mən deyərəm, bu 73 ildə nəyi itirdim, nəyi qazandım? İtirdiyim valideynlərim oldu. İtirdiyim ürəyimdə olan arzuları tamamıyla yerinə yetirə bilmədim. O arzular yenə deyirəm, yenə də deyəcəm, itirilmiş torpaqlar, parçalanmış Azərbaycan, parçalanmış Türk oylaqları, Kərkükdən tutmuş ta Altaya qədər. O torpaqlar mənim böyük arzum idi, bir olaq, bütöv olaq, bütöv bir Azərbaycan olaq, bütöv bir Türkiyə olaq, böyük bir Turan olaq. Bunlar idi. Ancaq qazandıqlarım da çox oldu. Qazandıqlarım oldu ki, Hüseyin Qasımoğlu kimi, Bağda Əhməd qızı kimi atam, anam oldu. Onların tərbiyəsindən, onların zəhmətindən, halal zəhmətindən böyüdüm. Halal yemək yedim, halal çörək yedim, halal dut çörəyə sahib oldum. Ölüblər neçə illərə, unutma keçmişi an Azərbaycan. Həsrət gözlər dikilibdi dərbəndə, Təbrizin o tayda düşüb kəməndə, Göyçə İrəvanın salınıb bəndə, Qarışıb Qaraza, qan Azərbaycan. Böyük Türkistanın sönməz qolusan, Şərqin qapısısan, qərbin yolusan, yaşın cavandırsa, özün ulusan, Turan sabahdan Azərbaycan. Cənubunu, şimalını, Dərbəndini, Borçalını, Göyçə göllü mahalını unutma sən Azərbaycan. Acı dillə dindirəni, ocağını söndürəni, bayrağını endirəni unutma sən Azərbaycan. Borçalıdan, Dərbəndindən, Təbrizindən, irşələnib kəlməm, sözüm Azərbaycan. Göy gölündən, Göyçə göldən, Xəzərindən nur götürüb, baxan gözüm Azərbaycan. Nifrətim var qan qadalı bu dövrana, əlim çatmır ayrı düşən İrəvana. Bələnsəm də damarından axan qana, vüsalına qurban özüm Azərbaycan. Savalana əl eyləyir Murov dağı, Niskillidir Ağrı dağı, Girov dağı, qərib düşən ellərində bağça bağın, cərgələnib düzüm Azərbaycan. Oğuz mənəm, Qarabağda, Güldərəndə,
Cıdır düzdə cəngə çıxıb at sürəndə, güney, quzey ellərimi bir görəndə ağ olacaq onda üzüm Azərbaycan.